The next day. Bakıdan hər kəsə salam. Biz dünən Bakıya gəlmişik. Bugün birinci günümüzdür. İşlərimiz var. Sabah Şaxtağa gedirik. Ona görə bugün həm ailələrlə, həm də dostlarla biraz vaxt keçirəcəyik. Sabahlarım tezdən Şaxtağa gedirik 3 günlük. Yoldaşım və dostu xizə sürmək istəyir. Ona görə 3 gün orada olacağıq və birazdan rəfiqələrimlə görüşəcəm. Oradan da sizə görüntülər çəkərəm. Ən yaxın rəfiqələrimlə görüşəcəm. Sabah da çox güman ki, Şaxdağdan görüntülər çəkəcəm. Vlog kimi, ümid edirəm maraqlı olar. Evim üçün darıxmışdım. Təbii ki, buradakı komfort Berlində yoxdur. Bir də Moçim üçün darıxıram. Moçitom üçün darıxıram. Kətsitrə vermişik, çox yaxşı insanlardır. Və Moçi də çox qorxmadı bu dəfə. İstərsəmə stresə girir bir şeylər, təzə evə, təzə belə deyim, insanlarla olanda, təzə evdə olanda ən çox. Çünki ilər onlara tanış olmur. Amma dünən artıq çıxmışdı, onlarla oynayırdı. Yəni yaxşı keçdi, belə deyək. Few moments later. Canım padruqam. Mən də ekran böyütmüşəm. YouTube olmadı olacaq. Necəsən? Bir də kömək edeyim. Gəl. Gəldim, çıxdım. Ekran Leylan gözləyirik, gedək oturaq. Söhbət eləyək. Niyə? Gəl ay gözəşin olmaz. İkinci canım padruqam Leyla da gəldi. Marmaris vloglarından yəqin ki xatırlayırsınız. O şamdır. Şeydi, şama. O biraz çətin açılır deyəsən. Aç fırlat. Yo. İçində güllər var hə. Bunu o qədər кейsi çox gedir ki, xeyli Çox gedir. Mən 2 il əvvəl deyəsən. 2 il almışdım ya 3 il əvvəl şeydən Türkiyədən İstanbulun aeroportundan almışdım. Balacası. Ay. Sən belə bunu çıxır. Çox sağ ol balam. Şeydir. Mənimki hələ də bitməyib. Nəzən bu boydasını almışdım mən İstanbul aeroportundan da balaca şeyini. O hələ də var, hələ də gedir. Hours later. Salam ver. Belə. Next day. Sabahınız xeyir. Biz bugün Qusara gedirik. Ona görə durmuşam hazırlaşmağa. Özümə kofe yeyəcəm. Daha sonra make-up eləyib hazırlaşacağım və çıxacaq. Oradan da görüntülər çəkəcəm. Prezidentım, kofe için biraz ayılım. Make-up'ımı elədim. Biraz gözümün altı yayılıb. Onun qurusunu düzəldəcəm. Biraz açım, işıq gəlsin. İndi make-up çantamı yığmaq istəyirəm. Hər şey aparmayacağım. Onları gəlin birlikdə yağ. Deməli, hamısını boşaltdım. Bunu götürürəm. Sonra bunu götürürəm. Bunu. Huda Beauty-ni. Length tuş. Təbii ki, pudra. Liner lazım deyil. Bu çən paletim. Tonal krem olaraq bunu gətirmişəm və bununla istifadə edirəm. Kiprik buran. Sonra bu çenim. Təbii ki, göz kölgəsi bazı. Qaş sabitləyicim. Bu. Hər ehtimal. Mən bunu çox sevirəm. Bu buradım gərək. Bu. Bu hansı pomadamdır? Açıq tütündür, bunu bilmədim.
Məncə bu çünki buna ehtiyac yoxdur. Hər ehtimal eyeliner götürürəm. Hər şey götürdüm ki. Məncə bəsdir, bu qədər. Əsas şeyləri götürdüm. Bir də YSL Romanım sumkamdadır. Bunlar bəsdir. Few moments later. Yaşlarımı götürmüşəm mən. Lüks prezident. Teşekkür ederim. Biz gəldik, çatdıq otelə. Bura hamam otağıdır. Burada belə kofe falan eləməyə. Bu da otaq. Çox qəşəngdir, geniş. Qəşəng mənzərəmiz var. Baxın, mənzərəmiz. Çox qəşəngdir. 3 gün burada qalacağıq. Amma hava çox istidir. Bugün yəqin ki sürüşə bilməyəcəklər. İnanılmaz istidir. Bəzi yerlərdə qar əriyib. Amma sabah qar yağacaq deyilənə görə. Bu günlərim belə istirahət edəcəyik. 3 hours later. Baxın, burada belə yerlər var. Özünüz ət alıb gəlib pişirə bilərsiniz. Mən görməmişdim buranın düzü. Maraqlıdır. Qar biraz əriyib, amma yenə də sürüşənlər var. Biz də gəldik bura. Yemək sifariş verdik. Geliyor böyle ya, psikoloji yok böyle. Yazan da yok böyle. Şah da budur. Oy oy oy. Bəli. Böyle kurtu var. 3 hours later. Few moments later. Biz gəldik otağa. Aşağıda Novruz bayram şənliyi var idi. Biraz tonqalın ətrafında falan qaldı. Konsert idi. Daha sonra soyuq oldu. Gəldik otağa. Yadımıza düşdü ki, burada baseyn var, həm də spa falan var. Dedik bağlamamış, ora gedək. O xidmətlərdən də yararlanaq. İndi birazdan ora düşəcəyik. Daha sonra isə istəyirik Peaky Blinders'a baxaq. Dünənlərin kinosu çıxıbdı. Bilmirəm izləmisiniz yoxsa yox. Biz çox bəyənirdik onun serialını. İndi də kinosuna baxmağı düşünürük. Alınsa bugün ona baxacağıq. Belə bugün əslində çox belə istirahət daha çox yönümdə keçdi. Əslində mənim üçün elə olacaq yəqin ki bundan sonraki 2 gündə, çünki mən xizək sürməyəcəm. Amma çox qəşəng dincəldik və baseyndə də indi birazdan baseyndə düşəcəyik. Oradan da görüntülər sizin üçün çəkərəm.
Bu arada saçımı yığmışam. Çox qəşəng qalınıbdı. Normalda yığsam heç belə olmaz. Bu da bəyəndim. Çox xoşuma gəldi. İndi gəlmişəm saunaya. Basen çox yaxşı idi, amma çıxanda çox işidi. İndi gəldim saunaya biraz isineyim. Sonra artıq yəqin ki filmə baxmaq üçün hazırlaşacaq. İndi qoyuram sizə lokerə. Daha sonra yəqin ki nələrsə çəkərəm. Buranın həm də belə idman zalı var. Əslində özümlə idman paltarları gətirmişəm. Alınsa gəlmək istəyirəm, ya sabah ya da bürsüyün. Belədir, çox böyük deyil, amma okeydir. Əsas lazım olan şeylər var. Tomorrow. Sabahınız xeyir. Mən biraz olar durmuşam. İndi səhər yeməyi düşəcəm. Dünən çox yorğun idik. Əslində biraz gec yatdıq, filmə baxırdıq. Daha sonra da dərhal yatmışıq. İndi düşürəm səhər yeməyinə. Bugün desəm dünən nisbətən daha soyuqdur. Amma yenə də birazdan məncə hava isinməlidir. Bugün başqa dostlarımız da yenə gələcək. Onlar da bizə qoşulacaq. Bugün artıq 7 nəfər olacaq. Belə indi gedirəm səhər yeməyinə. Biraz oradan da sizin üçün görüntülər çəkərəm. Buranın səhər yeməyi okey olur. Məncə yaxşı idi. Yadımda elə qalıb. Biz 2 il əvvəl gəlmişdik eyni Novruz bayramında. Elə yadımda qalıb ki, yaxşı idi. İndi düşək səhər yeməyinə. Oradan da görüntülər çəkəcəm. Budilnik kimdə çalır. Hours later. Gördüyünüz kimi Salih öz uniformalarını geyinib Xizəyə getməyə hazırlaşır. Çoxdan da bu günü gözləyirdi. Əynindəki hər şeyi Berlindən alıb gətiribdi. İndi Salih gedir snowboard sürməyə. Mən isə biraz dincələcəm. Mən duşa girdim, çimdim. İndi notebookumu qoymuşam bura. Mənzərəyə qarşı kofemi içərəm, biraz video editləyəcəm. Əslində samolyotda editləmişdim. Sadəcə son belədiyim toxunuşlar qalıbdı. Alınsa, istəyirəm bugün yüklüyüm, baxacam. Salih ki sürüşməyə gedib. Mən də biraz me time edirəm. Dincəlirəm. Heç vaxt belə deyim. Otellərdə olmuyor fürsət ki, belə dincəlim filan. Həmişə qaça-qaçda olur. Sənətdə harasa gedəndə. Burada amma heç yeri tələsmirəm. Belə hər şeydən zövq almağa çalışıram. Bu xoşuma gəlir. Arxadan xəbərim yoxdur, dağınıqda yoxsa yox. İndi housekeepingi çağırmışam ki, biraz ortalığı yığışdırsın. Çünki dünən axşam kinoya baxmışıq, otaq biraz dağılıb, yemək falan sifariş eləmişdik. Hər şey, qablar falan buradadır. Belə, indi başlayacağam videonu editləməyə. Çox ümid edirəm ki, bugün yükləyərəm. Bugün başqa dostlarımız da gələcək birazdan. Onlar çatana qədər saçım falan da quruyar yəqin ki. Özüm burada oturmuşam ki, biraz gün vursun. Gündən saçlarım qurusun. Hava günəşlidir, amma uşaqlar sürüşməyə getdi. Çünki var, baxırıq ki, qar hələ də var. Bu qədər. Ümid edirəm sizin üçün də maraqlı bir vlog alınar. One eternity later. Bu arada mən hazırlaşdım. Öz toxuduğum bluzu geyinmişəm. Gəlin sizə də outfitimi göstərim. Məncə sizi harasa qoymalıyam ki, hündür görsənsin. Mən buradan görsənəcəm. Belə geyinmişəm. Çəkmələrimi də göstərərəm. Və kurtqamı geyinəcəm. Hava çox istidir deyə nazik geyindim. Bu da çəkmələrim. Belə bir çəkmələrim var H&M-dən.
Çox cooldur məncə. Later. Hə. Mən də papaq taxdım. Saçımı yumuşam deyə biraz soyuqdur. Gəlmişik zirvə tərəfə. Kanatlar olan yerə. Bunlara baxın, pingvin kimi gedirlər. Ayağındakı snowboard ayaqqabısı ilə. Cavit snowboard sürüb yorulub. Hemen bunu takmış Ta. Bütün kostyumu özünündür. Ayaqqabılarda. Gülməli ayaqqabıları var. Bu Salih. Salih də yorulub. Ne demək? Ayda sürətlə gedir bu. Hours later. Biz hazırlaşıb düşmüşük. Axşam yeməyinə gedəcəyik. Dostlarımızı gözləyirik. Biraz hava soyuyub günortaya nisbətən. Ona görə qalın geymişik. Dostlarımız gəlsin, gedəcəyik yemək yeməyə. Salih. Tomorrow for sure. Sabahınız xeyir, hər kəsə salam. Növbəti gündən. Bizim burada bugün ikinci günümüzdür. Səhər saat 9-dur. Salih getdi sürüşməyə. Amma hava dumanlıdır əslində. Dəhşət duman var. Buna baxın, heç nə görsənmir. Nə oldu? Hə, binokullə səhər bax. Şlem? Harada geçir hər yerdə? Bəs bu balon şu olanları falan. Salih gəldi, qayıtdı. Nəysə, mən indi üzümü mici yublayacağım. Daha sonra hazırlaşıb düşəcəm səhər yeməyinə. Səhər yeməyi 11-ə qədərdir. Biz bugün qərara gəldik qızlarla ki, tez durmayaq, onsuz da biz sürüşmürük. Oy. Ona görə mənası yoxdur deyə düşündük. Biraz dincələk. Bu arada üzüm Bakıya gələndən qəribə şəkildə dərim yaxşılaşıb. Bilmirəm, yəqin dərimin nəmə ehtiyacı var idi. Berlin havası inanılmaz quruydu. Mən düşünürəm, bilmirəm. Sabah artıq Bakıya qayıdacağıq inşallah. Sağ-salamat. Ondan sonra da bu bütün salam prosedurlarıma başlayacağım. 25-i saç konsultasiyasına gedəcəm. 26-sı həm manikura yazılmışam, həm də tatumun korreksiyasına. Keçən il elədiyim tatumun korreksiyasına gedəcəm. Ondan sonra da 5-ci gün yəqin ki dostlarımla görüşərəm. 6-cı gün kosmetoloqa yazılmışam. Sonra hələ ki bu qədər. Mən hazıram. İndi gedirəm səhər yeməyinə. Düşə görə bugün nə var səhər yeməyində.
moments later. Səhər yeməyindən sonra gəldi otağa. Mən hazırlaşdım. İndi məşqə düşəcəm. Fikirləşdim ki, onsuz da vaxtımız var. Gedim biraz məşq eləyim, daha sonra spa salonuna girəcəm. Hazırlaşmışam, indi düşürəm zala. Gəlmişəm zala. Məndən başqa heç kəs yoxdur. Biraz məşq eləyəcəm. Zal belə boş olanda xoşuma gəlir. Daha sonra gedəcəm spa və baseynə. Baxın, bomboşdur. Two hours later. Biz evə gedirik Salehin yanına. Hava çox qəşəngdir bugün. Alo Fəli. Salam. PM. Yenə axşam yeməyinə Albişirə gəldik. Bura bir dəfə gəlmişdik. Çox bəyəndik yeməklərini. Village Pro da çox dadlıdır. Sadəcə Village Pro Qusardadır. Bu isə otelə çox yaxındır. Ona görə düşündük ki, bugün otel yaxınlığında nəsə yeyək. Gördüyünüz kimi səbət sifariş eləmişdik. Çox əyləndik burada. Çox belə kozi atmosfer idi. Axşam yeməyini burada yedik. Sizin üçün də biraz görüntülər çəkdim. The next day. Üçüncü gündən hər kəsə salamlar. Biz artıq check-out eləyirik. Əlavə heç nə çəkmədim. Demək olar hamısı eyni idi deyə. Təkrar olmasın. İndi artıq Bakıya gedəcəyik. Sabahdan artıq Bakıdan vloqlar çəkəcəm. Bu vloqu yəqin burada bitirəcəm. Gəlin belə danışaq. Vloqu artıq burada başa çatdırıram. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək hələlik.